Buraya çatmışıq ve Bakıdakı aeroportdayıq. Aysel'i gözləyirik. O da gəlsin. Saatımıza da 2 saat yarım var təxminən. 2 saat yarım var. Aa, əyilmə. Üzvə gəl. Sən vlog olacaqsan, belə əndirbayda şeylər eləməli deyilsən. Yavaş-yavaş gedirəm ama neyse, bunu belə tutum, sən danış. Nələr gəlməyəm, çox heyecanlıyım. Görək başımıza nə gəlir, inşallah yaxşı olur. Ben tutumun şokları güzel burada. Birazdan uçacağım. Senin fikirlerimi almamıştım. Biraz mən qorxuram. Ama yaxşı olacaq məncə. Narahat olma. International E body temperature. Çatdıq. Qorxmağa dəyməzmiş. Onlar qorxurdular çünki. Ay, arkadan dayday düşdü, neyse. Gəldik, yerləşdik otelə. Üçümüz bir qalırıq. Gedirik indi, ümid edirəm bizi qoyub getməyiblər. Konuşuq, yəqin ki Taksimə gedəcəyik. Hamı ilə bir yerdə, hamı da oradadır. Gedəcəyik indi Taksimə, gedirik. Deməli, gəlmişik yeməyə. Qiymətlərə baxırıq Taksimdə. Pide 18 manatdır. Şokdayım. Taksimi gəzdik, fırlandıq biraz da. Turistlər çoxdur, hər yerdən bir turist, bir dil falan gəlir. Seminara. Gedirik mühasibliyi üzrə seminara. Mən dizayner olar. Yeni mühasibliyi deyəsiniz. Ama ne bileyim de bir şeyler. Amaçlarımız neler? Planlarımız var mı? Sonuçta bize bir döküm geliyor. Biz ona göre bir... Yok, nereye onu götürsene. Ama Divardaki şəkillər. Alışveriş planım var idi, ama pek alışveriş eləyə bilmədim. İndi gəzirik biraz buraları. Sabah alışveriş planım var, bir də sabah akvaryuma getmək istəyirik. Ümid edirəm ki, gedə biləcəyik. Deməli, gedirik Taksimə. Niyə? Çünki biz deməli Qalatadaydıq. Toplanma yerinə gəldik ki, oradan hamı bir yerdə qayıtsın. Dedilər ki, yarım saata çatacaqlar. Biz də fikirləşdik ki, yarım saat orada boş-boş gözləyənə qədər ki, mağazinlərin də yarısı bağlanmışdı və baxa biləcək yerimiz az idi. Fikirləşdik ki, gedək Taksimə. Yəqin ki, orada yeməyə bir şey taparıq. Ən azından otelə getmiş olarıq. Oradan otelə yaxındır. Gəldik, tapdıq yol, itmədik. Çox şükür. Düzdür, biraz arada orada birazcık qarşılıqlıq oldu. Səhv metroya minildik, az qalsın. Amma ki, tapdıq. Çox şükür. Ayın 8-də уже 3-cü gündür. Kapalı çarşıya getməyə çalışırıq. Ümid edirəm yenə metroda itmərik. Şey edəcəm, update edəcəm.
Bakıdan fərqli olaraq İstanbulda həyətlərdə, küçələrdə bəs heyvanlar da çoxdur da. Bizdə ancaq pişiklər görürük. Amma da çox elə tez-tez görmürük də. Amma burada hər yerdə pişik, it var. Küçə itlərindən əlavədə, yəni ev itləri də çoxdur burada. Sonuncu günümüzdür. Və yorğunuq. McDonald's'dayıq. Bura McDonald's menüvarının yanında. Bəli, neyse. Bundan verirlər. Bizdə vermirlər amma, bunlar da verirlər amma. Ya dadı fərqli deyə burada. Nəsə, biraz baharatı çoxdur. Qaça-qaç koşturmaq, çünki gecikirik samolyota. Son momentdə çatdıq sözünə, saçımı ötəreyim. Son momentdə çatdıq sözün əsl mənasında, hətta birinci gün bir Qahirəyə uçurduq sənəfər. Ondan sonra bilmək şey düşür. Oy. Konkret axır momentdə çatdıq da. Yəni... Ortamında da göründüğü kimi artık evdeyim. Artık çatdım. Son sözler diyeyim ve bu videomu bitirək. Yorucu ama maraqlı keçən bir turuydu. Başka bilmem ne diyeyim. Şimdi bu benim yatıraya yüzgül var ya, ona göre. Çok yorulmuşam. Uzun tutmayacağım ona göre. Bye bye.